Bəzi mən belə başlığa da vermişəm, bank kartlarından daha doğrusu oğurlanan milyonlarla bağlı bu məsələyə toxunmaq istəyirəm. Daxili İşlər Nazirliyinin istər səhifələrində, istərsə əməkdaşları, tutaq məsələn Elşad Hacıyev Daxili İşlər Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin rəhbəridir. Hər gün paylaşır ki, bu qədər vəsait kartlardan oğurlanıb və dəfələrlə xəbərdarlıq olunur Daxili İşlər Nazirliyi tərəfindən ki, dələduzlara inanmayın, etibar eləməyin, yəni heç biriniz kodu verməyin, bank sizdən bu kodu istəmir. Amma yenə də bu eyni proses davam edir və bu gün səhər-səhərdə yaymışlar məlumat ki, ötən gün 14.900 manatda pul çıxartdılar ümumi kartlardan çıxarılan məbləğ. Cəmaət Daxili İşlər Nazirliyinin bu çağırışlarına niyə məhəl qoymur? Niyə bu problem hələ də davam edir? Əslində burada məsələni Daxili İşlər Nazirliyinin çağırışlarına məhəl qoymamaq yox, daha çox insanların ehtiyatsız davranması ilə izah etmək lazımdır. Bilirsiniz ki, artıq münasibətlərin xarakteri dəyişib. Məsələn, bugün onlayn alış-veriş edənlərin sayı daha çoxdur, nəinki fiziki olaraq əvvəlki qaydada alış-veriş edənləri. Və bu mənada əlbəttə bu münasibətlərin xarakteri eyni zamanda ictimai qaydanın, hüquq qaydasının bütövlükdə pozuntusuna da şamil edilir. Yəni, klassik mənada ənənəvi oğurluqlar, ənənəvi digər pozuntular artıq kiber cinayətlərə və yaxud da ki, müasir informasiya texnologiyaları ilə texnologiyaları vasitəsilə törədilən cinayətlərə tədricən transformasiya etməkdədir. Yəni, burada daha çox kiminsə kartına daxil olaraq pulu götürməsindən yox, burada daha çox kiminsə onlayn alış-verişdə yanlış addımlar atması, yanlış kliklər etməsi ilə əvvəldən düzəldilmiş, müasir informasiya texnologiyaları ilə yaradılmış konfigurasiyalarından o tora düşmüş vətəndaşlardan daha çox söhbət gedir. Yəni, insanlar bir qayda olaraq yanlış yerə köçürmələrlə, yanlış istiqamətlərlə, məsələn, onlayn çoxsaylı digər növləri var ki, sadəcə bir toxunuş, bir mesajın açılması, bu artıq həmin telefonda olan vasitələrin mənbələrə çevrilməsinə, açıq mənbəyə çevrilməsinə səbəb olur. Və bilirsiniz ki, Azərbaycanda istər polis bu istiqamətdə kifayət qədər ciddi addımlar atır. Azərbaycan Daxili İşlər Nazirliyinin bununla bağlı hətta ayrıca xüsusi struktur bölməsi fəaliyyət göstərir. Həmçinin qanunvericilik səviyyəsində bunun qarşısının alınması və yaxud profilaktikası ilə bağlı preventiv tədbirlərin görülməsi istiqamətində ciddi işlər görülür. Elə parlamentin ötən iclasında biz birinci oxunuşda Cinayət və Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsini müzakirəyə çıxardıq və birinci oxunuşda qəbul olundu və digər iki oxunuşda da əminəm ki, qəbul ediləcək. Burada biz artıq kiber cinayətlərin, daha doğru desək, bank kartlarından pulların mənimsənilməsi ilə bağlı, oğurlanması ilə bağlı məsələlərdə cinayət təqibinin operativliyinin təmin edilməsi məqsədi ilə müstəntiqin vəsadətinə artıq daha tez, yəni cəmi 24 saat ərzində məhkəmə tərəfindən baxılması konkret şərt olaraq qanunvericiliyə daxil edilir. İstənilən halda qanunvericilik səviyyəsində aidiyyatı müvafiq icra hakimiyyəti orqanı, yəni Daxili İşlər Nazirliyi səviyyəsində addımlar atılır. Amma vətəndaşlarımız hesab edirəm ki, bu məsələlərdə daha diqqətli olmalıdır. Bu daha çox vətəndaşın özündən asılıdır. Məncə də birbaşa bu vətəndaşdan asılıdır. Çünki mənim öz ətrafımda olan insanların da başına gəlib bu hadisə. Deyirəm ki, səndən 4 rəqəmli OPD kod deyirlər də, təhlükəsizlik kodu istəyəndə onu niyə verirsən? Deyir ki, deyir bank əməkdaşıyam verir. Yəni, bu cür təqdimatlara belə çox rahat şəkildə inana bilir vətəndaşlar. Bu da məncə maarifçilik məsələsindən bir mənalı şəkildə nəzərə alaq ki, bu münasibətlər yenidir. Bizim cəmiyyətdə son müddətlərdə tutaq ki, hökumətin təşviq edici tədbirləri var, ədəbi ilə bağlı və ilaxır. Bax, bu kimi tədricən bank kartları ilə ödənişlərə üstünlük verilməsindən sonra bunlar əslində dünyanın bütün dövrlərində, bütün dövlətlərində yeni mərhələlərə keçdikcə bu proseslər yaşanır. Hesab edirəm ki, bizdə cəmiyyətdə də tədricən müəyyən mərhələdən sonra bu proseslər otuşacaq. Mən biraz araşdırma elədim mövzunu qoyanda. Hal-hazırda digər ölkələrdə də var bu problem. İndi biz öz ölkəmiz haqqında daha məlumatlar yayılır. Yəni hər ölkədə var. Xüsusilə burada bir məqam diqqətimi çəkdi araşdırmada. Məsələn, İngiltərə mərkəzli saytların yazdığı informasiyalarda görünür ki, bu süni intellekt deyirlər. Süni intellekt vasitəsilə olunur zənglər. Yəni onun köməyi ilə, onun zəngləri ilə və danışıqlar da onlar vasitəsilə həll olunur deyə bu məsələdə vətəndaşları inandırmaq daha rahat olur deyə. Siz süni intellektdən istifadə edirsinizmi? Əlbəttə, fəaliyyətimizin müəyyən istiqamətlərində təbii ki, bu deputat fəaliyyəti ilə deyil, daha çox yaradıcı fəaliyyətimizdə bu və digər formada istifadə olunur. Amma köklü olaraq belə nəyisə
fəaliyyətimizdə əsaslı dəyişikliklərə gətirib çıxaracaq, xüsusi əlavə məhsuldarlıq yarada biləcək xüsusi vasitələrdən istifadə olunmur. Bu daha çox hansısa rəsmlərin mətnə çevrilməsi, yəni yazıların və s. bu kimi. Amma istənilən halda bəli, tamamilə doğru deyirsiniz. Bugün süni intellekt indiki halda o səviyyədə inkişaf edir ki, istənilən adamın səsini, istənilən adamın çox rahat şəkildə təqlid edir. Xüsusən həmin adamla bağlı əlavə məlumatlar daxil edildikdə, qohumlarının adı, yaxınlarının adı və s. Süni intellekt artıq oradan nəticə çıxarıb, kifayət qədər rahat formada şəxsin yaxınlarından, onların köməksiz, aciz, çarəsiz vəziyyətindən istifadə edərək, bəli, bununla bağlı artıq Azərbaycanda da kifayət qədər nümunələr var. Mən bir daha deyirəm, istənilən halda bu kimi zənglər birmənalı şəkildə dəqiqləşdirilmədən hansı addımın atılması məncə doğru deyil. Və bir də bir şey nəzərə alaq, daha təhlükəli olanı artıq şəxsi həyata süni intellekt vasitəsilə müdaxilələrdir. Məsələn, bugün istənilən adamın istənilən formada videosunu cəmiyyətə servis etmək mümkündür. Elə bir video ki, həmin şəxsin heç özünün həmin videodan xəbəri yoxdur və belə bir video reallıqda yoxdur. Amma istənilən adamla bağlı istənilən videonu artıq süni intellektlə hazırlamaq və yaymaq mümkündür. Bu isə istənilən adamın həm karyerasını bitirmək üçün, həm cəmiyyətdə nüfuzdan salınması üçün kifayət qədər ciddi əsaslardır. Hansı ki, həmin xüsusən Qafqaz temperamentli, Qafqaz ənənəvi düşüncəsinə malik olan bir bölgədə bu kimi yayımlar həmin şəxsin heç özünün artıq çıxıb açıqlama verməsinə belə aman vermir, şans vermir. Bu mənada cəmiyyətimiz xüsusi diqqətli olmalıdır. Biz sosial şəbəkələrə biraz gec adaptasiya olmuşuq deyə biz sanki bir hadisə çıxır, onun dəqiqliyini öyrənmədən üstünə getməyə, sosial şəbəkədə onu çox asan şəkildə görmək olur. Əzizim, Bakının digər bir problemlərindən biri də tıxac məsələsidir. Biz tıxac məsələsi ilə bağlı prezidentlə müşavirə etdik, cənab prezident öyrənilməsi və həlli yolları ilə bağlı, amma hələ də bu problem həll olmayıb. Sizcə ümumiyyətlə Bakının tıxac problemi həll oluna bilərmi? Aşığı bununla bağlı mütəxəssislər danışsa daha yaxşı olar. Çünki bu istiqamətdə deputat kimi, vətəndaş kimi sadəcə mövqeyini söyləmək. İstənilən halda bir daha deyirəm, mən düşünürəm ki, həlli olmayan problemlər yoxdur. Biz dünyanı gəzirik, görürük, dünyanın hər yerində bu problemlər var, amma həlli yolları, mən bir daha deyirəm, bizdə problemlərin kökündə dayanan məqamlardan da biri odur ki, bu məsələlər, bu kimi spesifik məsələlərlə aidiyyatı oldu, olmadı, hər kəs mövqe bildirməsinin əleyhinə deyiləm, amma birbaşa həll yolu göstərməsi, mən bunu doğru hesab etməm. Bu, məsələn, tıxac çox ciddi məsələdir və paytaxt infrastrukturunun qiymətləndirilməsi, bütövlükdə idarə olunması ilə bağlı kifayət qədər önəmli bir biliklər tələb edir. Bu mənada tıxaclarla bağlı da qeyri-ixtisas adamlarının məsləhətlər verməsi, tövsiyələr verməsi və s. Bunlar qeyri-tip sahəsini bitirmiş insanın cərrahi əməliyyatına daxil olmasına bənzəyir. Bu mənada mən məsələdə xüsusi ehtiyatla davranıram və hesab edirəm ki, indiki halda bəli, peşəkar müdaxilə lazımdır. İşlər görülüb, kifayət qədər işlər görülüb, kifayət qədər yol, infrastruktur salınıb, amma bugün əgər hələ tıxac varsa, deməli, nə isə də eyni zamanda düz getməyib. Və bu mənada, bax, bu problemlərin aradan qaldırılması üçün, bir daha deyim, peşəkar toxunuşa ehtiyac var. Yenidən velosiped belə deyək də, yaratmağa ehtiyac yoxdur, kəşf etməyə ehtiyac yoxdur. Dünyada kifayət qədər yaxşı təcrübələr də var, elə bizim özümüzün də yaxşı təcrübələrimiz var və bəzən görürük ki, yaxşı təcrübə qalır kənarda, yeni metodlara əl atılır və bu doğrudan da ciddi problemlərə gətirib çıxarır. Yəni, işləyən bir mexanizmə dağıtmağa ehtiyac yoxdur. Ancaq təkmilləşdirmələr üçün o açıq olmalıdır. Və bu mənada hesab edirəm ki, peşəkar toxunuş çox vacibdir. Çünki həqiqətən də Bakı üçün xaç ciddi problemə çevirməkdədir. Bəs ictimai nəqliyyatdan istifadə edirsiniz? Edirəm təbii ki. Necədir? İctimai nəqliyyatdan razısınız bugünkü durumdan? Aşığı mən ən çox verilən suallar uzun müddətdir avtobusdan istifadə etmirəm, amma metrodan çox tez istifadə edirəm. Metro ən gözəl nəqliyyat vasitəsidir. Və hesab edirəm ki, hələ də alternativsiz nəqliyyat vasitəsidir. Qrafik daha nisbətən belə deyək, tezləşdirilərsə, daha intensiv formata salınarsa, yəni vaqonlar arasında məsafə, qatarlar arasında məsafə, daha doğrusu müddət, zaman daha qısalarsa, hesab edirəm ki, alternativsizdir. Bəli, məncə də alternativsizdir. Çox gözəl nəqliyyat vasitəsidir, amma təəssüf ki, bütün biz Bakını ondan əhatə edə bilmirik. Bəzi yerlərə getmək onun mümkün deyil. Avtobus zolaqlarının arasında soruşacaqdım, ona görə dedim. Mütləq mənada tramvaylara biz üst tutmalıyıq tədricən və dünya təcrübəsində olduğu kimi. Məsələn, bu günlərin kifayət qədər artıq avtobus zolaqları özünü doğruldur. Amma mən hesab edirəm ki, mən tərəfdarıyam yeri gəlmiş avtobus. Bir mənalı şəkildə, amma eyni zamanda mən həm də onu təklif edərdim ki, mən bir daha deyirəm, bu qeyri-peşəkar yanaşmadır, sadəcə vətəndaş münasibətidir.
və bu kimdəsə eyfariya yaratmamalıdır ki, bu belə olmalıdır. Sadəcə amma dünya təcrübəsində bizim gördüyümüz başqa bir məqam da var ki, taksi və digər avtomobillər arasında fərq olmalıdır. Vətəndaş taksiyə pul ödəyirsə, bu avtobusdan daha keyfiyyətli olmalıdır və bu mənada hesab edirəm ki, avtobus zolaqları eyni zamanda taksilər üçün də açılmalıdır, amma yolda istədiyi yerdə saxlamamaq şərti ilə. Bu istiqamətdə cərimələr kifayət qədər effektiv olmalıdır. Cərimələr eyni zamanda təmassız olmalıdır. Yəni yollarda kifayət qədər kameralar var, kifayət qədər aidiyyat avadanlıqlar var. Amma bunlar da ağlabatan müddətdə, ağlabatan formada cərimələrin yazılması labüddür. Məsələn, taksi kimisə yolda qıraqda saxlayırsa, həmin o müddətdə onun cərimələnməsi doğru deyil. 100 manat 2 bal cərimə yazılır. Bu doğru deyil. Doğru olanı daha ağlabatandır. Kimsə maşını saxlayıb, məqsədsiz yerə saxlayır, uzun müddətli saxlayırsa, təbii ki, bu cərimələnməlidir. İstənilən yerdə, məsələn, qərb ölkələrində eyni qaydada kifayət qədər sərt cərimələri var. Özümən bizdə ən böyük problem taksi məsələsi ilə bağlı fərqli dərsində indi mən bu barədə soruşdum əslində sizdən. Qanun qəbul olundu taksilərlə bağlı. İllər tətbiq olundu amma bu gün hər birimiz görürük, məsələn mən şəxsən Hövsandan şəhər istiqamətinə və yaxud da Sumqayıtdan 20 yanvar, əksinə qəsəbələrə doğru bu manatlıq taksilər, hətta bu 4 nəfərlik öyrəndiyimiz bu sedan deyirlər də, sedan avtomobili, hətta böyük ölçülü sprinterlər və digər Fordlar kimi maşınlarla da manatlıq taksilər fəaliyyət göstərir və taksidən sui-istifadə var bu gün. İstənilən adam maşın üstünə bir şahmat qoyub taksi fəaliyyət. Mənə görə, mən elə düşünürəm ki, məhz o zolaqlara girməyə ona görə qadağa qoydular. Çünki bu taksi məsələsini tənzimləyə bilmədilər əslində. Bilirsiniz, məsələ ondan ibarətdir ki, həmin zolaqlarda kifayət qədər bugün, ümumiyyətlə bütövlükdə bugün müasir texnologiya nömrə ilə istənilən məsələni dəqiqləşdirməyə imkan verir. Yəni, kameralar sistemdə olmayan nömrəni görən kimi dərhal cərimələsə, bu problem deyil. Bunun da kifayət qədər rahat həll yolu var və yenə deyirəm, velosiped kəşf etməyə yenidən ehtiyac yoxdur. Amma mən bir daha deyirəm, bu spesifik məsələdir. Bununla bağlı peşəkarlar, bir hüquqşünas yox, konkret bu işlə məşğul olan peşəkarın tövsiyə verməsi daha doğru olar. Amma ikimiz də etiraf etməliyik ki, istər taksilərlə bağlı, istər yollarla bağlı, ən azı 1 il bundan əvvəl, 2 il bundan əvvəlki vəziyyət deyil. Vəziyyət kifayət qədər təkmilləşir. Mən məsələn bəzən görürəm sosial şəbəkədə, hətta mənim öz həmkarlarım, jurnalist dostlarımız da yazırlar ki, avtobus zolaqları, yolları bərbad vəziyyətdə. Mən bu fikrinə qətiyyən razı deyiləm. İctimai nəqliyyat mənzil başına zamanında və intervalına uyğun çatmalıdır. Çünki tutaq ki, məsəl üçün mən də avtomobil idarə edirəm, amma mən avtomobildə oturub məsələn bir yarım saat gec çata bilərəm. Mən avtomobilim və rahatlığım orada müəyyən mənada təmin edə bilirəm. Amma nəzərə alaq ki, ictimai nəqliyyatda ayaq üstə dayanan bir nəfərin mənzil başına 2 saata çatması onun gələcək həyat üçündə ciddi problemlər yarada bilər və yaxud da hava küləkli yağışlı olanda dayanacaqda onların o qədər dayanması çox belə ciddi problemlər yarada bilər ictimai nəqliyyat. Hətta mənə görə ictimai nəqliyyatın bəzən o avtobus zolaqlarının yoluna çıxan maşınlar olur o döngələrdə. Orada saxlayırlar, ona da bir nəsə fikirləşmədilər ki, orada müəyyən bir müddət ərzində dayanmaq olsun və yaxud da olmasın da keçid üçün nəzərdə tutulanlar. Onlar avtobus zolaqlarını müəyyən qədər fəaliyyətində gelişmələr yarada bilirlər. Zolaqlar bütün hallarda vacibdir və mən dəstəkləyirəm zolaqların olmasını. Tam mənada eyni fikri bölüşürəm sizinlə, amma bir daha deyirəm, istənilən halda həm o zolaqlar, həm digər yollar, velosiped yolları, bunlar formal xarakteri daşımamalıdır, insan yönümlü olmalıdır. Mən velosiped zolaqlarla bağlı eyni fikirdə deyiləm əslində, sadəcə o məsələ odur. Bəs mən bir məsələ var idi, Nazirlər Kabinetində prezident tapşırıq vermişdi ki, 3 ay ərzində sosial ödənişlərin artırılması ilə bağlı təkliflərinizi hazırlayıb təqdim edin. Mart ayının 17-sində bu məsələ bitmişdi və o təkliflər parlamentə daxil olmalı idi. Varmı belə bir məlumat gəlibmi? Hansı sosial yönüm artımlar olacaq? Bunu yəqin ki, parlament aparatına o sualı ünvanlamaq lazımdır. Çünki bizə aidiyyatı bununla bağlı hələ ki layihə, gündəmə daxil olana qədər siz ümumiyyətlə necə düşünürsünüz? Hansı artımlara ehtiyac var bu gün? Məsələn, minimum əmək haqqı 400 manata çatdırıldı, düzdür, amma digər ödənişlərlə bağlı pensiyalar olsun, digər sosial ödənişlər olsun və yaxud ödənişlərlə bağlı hansı artım tempini belə deyim də siz daha uyğun hesab edirsiniz? Əslində bilirsiniz ki, Azərbaycan dövləti konstitusion qaydada hüquqi dövlət kimi təsbit olunub. Lakin hüquqi dövlət olmasına baxmayaraq, bugün Azərbaycanda həyata keçirilən sosial dövlət biz büdcə ilə sosial ayırmalara, mövcud büdcəmizin miqdarı və sosial ayırmalara ödənilən vəsait arasında
faiz nisbətinə diqqət etsək, biz heç bir sosial dövlətdən geri qalmırıq. 40% idi son. Kifayət qədər Bəli, bir ciddi çox. məbləğdir. Bu gün dünyanın iri sosial dövlətlərinə baxsaq, hansı ki birbaşa sosial dövlət olaraq rəsmən təsbit olunub, həmin dövlətlərdə həmin o faiz nisbəti belə qüvvədə deyil. Kimsə deyə bilər kifayət qədər başqa cür belə deyək ki, ödənişlər və s. orada da sosial ödənişlər, orada da vergilər və s. tamam başqa məbləğdədir. Bu məsələlər var. Pensiya strukturu başqa istiqamətdə qurulub. Amma isə halda bu gün Azərbaycan dövlətinin, möhtərəm cənab prezidentin bir mənalı şəkildə iradəsi Azərbaycan vətəndaşının rifahına yönəlib və biz ağlabatan formatda istənilən halda bütün növ sosial müdafiə tədbirlərinin yaxşılaşdırılması iradəsini görürük. Bu mənada bugün hansısa istiqamətlərə əlavə önəm verilməsi harda lazımdır, bu daha çox sosial araşdırmalar tələb edir və bunun üçün də kifayət qədər ciddi institutlar işləyir, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi işləyir, Sosial Tədqiqatlar Mərkəzi bilirsiniz var, rəy sorğuları, əhalinin dolanışığı, inflyasiya və s. bunların hamısı təbii ki, bunların nəticəsində o sosial ödənişlərlə bağlı qərarlar veriləcək. Amma istənilən halda ən azı ötən dövr ərzində biz müşahidə edirik ki, bütün növ sosial yanaşmaların hamısı, bəli, artımlar müşahidə olunur. Ən azı indeksasiya səviyyəsində o 9.3%. Bəzi hallarda ildə 2 dəfə bu edilir. Hə, onu zaten ikinci dəfə olmalıdır da, sadəcə o təkliflər açıqlanmır hələ də. Ona görə bilmirəm, Nazirlər Kabineti tərəfindən açılmalıdır. Bu rəydə var idi, maaş pensiya artımı ilə bağlı qərar nə vaxt olacaq, verilən 3 ay müddət çoxdan bitib deyə rəydə yazmışlar, onu ümumi olaraq ona görə soruşdum. Mən sosial mövzularla bağlı rəyləri oxuyum, sonra siyasi gündəmə keçəcəm. Tıxaclara illərdir çarə tapılmır, bu da gərginlik və səbirsizlik yaradır. Buna alternativ çoxdan tapılmalı idi. Universitetlər köçürülsə Bakıda tıxac olmayacaq sual verib. Bankların yüksək səviyyədə təhlükəsizlik sistemi yoxdur. Mən də bu məsələdə əslində bankların da biraz məsuliyyət məsələsini əslində qabarda bilərdim. Banklar məncə daha diqqətli olsalar. Biz də əslində banklar bir dəfə bir addım atdı. Eyni hesaba ikinci ödənişdən sonra kartı bloklayırdı avtomatik olaraq. Sonra çoxsaylı şikayətlər oldu deyə o məsələdə. Bu ciddi problemlərə səbəb. Banklarla bağlı bilirsiniz, mən bankların fəaliyyətinin müstəsna və mükəmməl qurulduğu qənaətində deyiləm. Amma eyni zamanda ona da baxaq ki, hansı bank özünün imicinin, adının korlanmasını istəyər. Təbii, razıyam. Yəni sadəcə bunun bir alternativ variantını tapmaq bəlkə də mümkündür. Siz demişkən, mütəxəssislər əslində bu məsələdə daha optimal variant təşkil edə bilərlər. Tıxacın əlindən Bakıda tərpənmək olmur. Bakıda tıxac problemi dəhşətli dərəcəyə gəlib. Artıq buna əsaslı hər yolu tapmaq lazımdır. Elə biz özümüz efiri başlamalıyıq saat 10-da və görürüz. Ən az 15 dəqiqə gecikdir. Bu universitetlərlə bağlı məsələ əslində çox müzakirə olunur. Ona görə 11-2 dəqiqə üstündə dayanmaq istəyirəm. Siz universitetlərin köçürülməsinin ümumiyyətlə tərəfdarısınız. Mənə biraz bu sanki qəribə gəlir. Məsələn, Bakı Dövlət Universiteti. Bakı Dövlət Universiteti ad olaraq, ənənə olaraq bu necə tutaq ki, başqa bir bölgədə fəaliyyətdə ola bilər? Məsələn, neftlə bağlı universitetlər və ixtisaslarımız var da. Sadəcə bu, bilirsiniz, bəzi hallarda daha məsələn, yeni universitetlərin, yeni infrastrukturun Bakıda artıq qurulmasına imkan vermək lazım deyil. Və yaxud da ki, universitetlər üçün, istənilən digər universitetlər üçün hansı ki, birbaşa Bakı ilə bağlı olmasına ehtiyac yoxdur. Həmin universitetlərin hansısa bölgədə açılmasını təşviq edəcək tədbirlər lazımdır. Artıq vətəndaş özü və yaxud da ki, alternativlərin yaradılması. Məsələn, tutaq ki, Gəncə Dövlət Universitetinin texniki bazasının, pedaqoji heyətinin ixtisasların sayının artırılması istiqamətində təkmilləşdirici tədbirlər insanları ora yönəltməlidir. Necə tələbələr Xankəndi Universitetindən axın etdilər? O keyfiyyət tədbirləri ilə, orada pedaqoji heyətin gücləndirilməsi sayəsində. Yəni, biz bunları etməklə əslində çox şey nizamlaya bilərik. Amma fiziki köçürmə, bilmirəm nə qədər effekt verər. Bəzi universitetlərin, məsələn, Bakıda daha çox kənara çıxarılması, elə Bakıda amma kənara çıxarılması, nisbətən şəhər mərkəzindən kənarlaşdırılmasının mən tərəfdarıyam. Amma yenə də burada da hesablamaq lazımdır. Sadəcə biz universitetlərə, universitetlər qalsın bir kənarda. Biz əgər orta məktəblərə hələ şagirdlərin avtomobillə gətirilməsinin qarşısını alsaq, çox şey dəyişəcək. Çox böyük problemdir. Bunu da dövlət məcbur etmir ki, kimsə avtomobillə gətirsin. Heç kim 200 metr piyada gəzmək istəmir. Bax, məsələ budur. Çox böyük problemdir əslində. Amma mən
universitetlərdəndirsə, aidiyyəti üzrə bəzi qurumların, inzibati binalarının və yaxud da işçi heyətlərinin aidiyyəti üzrə regionlarda olmasının tərəfdarıyam. Məsəl üçün, Bu düzdür, tıxac məsələsini həll tıxac etməyəcək. məsələsini deyil əslində, sadəcə nisbətən şəhərdə idarə bir yüngüllük yarada bilər. Siyasi məsələlərə keçək. Dünən İrəvanda bir mitinq təşkil olundu. Paşinyan əleyhinə, Paşinyan istefası tələb olundu. Bundan əvvəl də xatırlayırsınız, kilsənin təşkil etdiyi bir mitinq var idi. Bu, 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı bir məsələ idi. Hələ o Paşinyan məsələsini bir kənara qoyub soruşmaq istəyirəm ki, bizim hələ 3+1-də 3 Qazağın, bir Çərçinin kəndi hələ də onların nəzarətindədir. Amma belə görünür ki, yəni onlar qaytarmaq istəyirlərmi? Bəlkə onlar ona görə mitinq keçirdirlər. Çünki o keçən dəfəki mitinqlər eyni üst-üstə düşür deyə. Bilirsiniz, danışıqlar prosesi gedərkən, Azərbaycan əraziləri hələ işğalda qalarkən bu kimi mitinqlər bizi düşündürürdü ki, danışıqlar prosesi pozula bilər və s. Bu gün birmənalı şəkildə hərbi, siyasi yolla əldə edə biləcəyimiz bütün qələbələri əldə etmişik. Əməliyyat şəraitinə nəzarət edirik. Bu arada həmin o mitinqlər və s. daha çox Ermənistan daxilində olan problemdir. Və bu mitinqlərlə hətta hakimiyyət dəyişikliyi belə Ermənistanı Azərbaycan üzərində üstün etmir. Təbii. Və bu kilsənin mahiyyətini göstəricisi bu ki, bəzən Paşinyanın öz oyununu göstəricisi ola bilər, Paşinyan özü də təşkil edə bilər. Çünki ermənilərdə biz zaman-zaman bunu müşahidə edirik. Amma istənilən halda Azərbaycan vətəndaşını maraqlandıran əməliyyat şəraitini Azərbaycanın nəzarət etməsi, bütün mövqeləri Azərbaycanın nəzarət etməsi və eyni zamanda bugünə qədər möhtərəm prezidentin vədlərinin birmənalı şəkildə reallaşmasıdır. Əlbəttə, o işgəndimiz də hər kəs əmin ola bilər ki, hansı yolla olur olsun, sərhədlərin biz burada daha çox fokuslanmışıq, sərhədlərin delimitasiya demarkasiyası prosesi çərçivəsində qaytarılacaq. Bəzən bu son bir görüş oldu, ayaqüstü görüşlər, konfet dəvəti və s. Görüşü necə qiymətləndirirsiniz? Çünki çox, belə deyim də, mən öz baxışımdan baxanda, mənə görə konkret orada qalib və məğlub görünürdü. Açıq görünürdü və dünya bunu görürdü. Siz necə dəyərləndirirsiniz? Qalib və məğlub artıq uzun müddətdir görünür. Uzun müddətdir kifayət qədər aydın şəkildə ifadə olunur. Biz istənilən təmasın, istənilən dialoqu müsbət qiymətləndiririk və nəzərə alaq ki, Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Azərbaycan rəhbəri bugün hansısa gizli konfigurasiyaların izində deyil. Azərbaycan qalib tərəfdir, Azərbaycan sülh təşəbbüskarıdır. Azərbaycan nələri istəyir, nələri problem hesab edir, bunları açıq şəkildə qeyd edir və həmin o təmasa da biz istənilən təması yüksək qiymətləndirdiyimiz üçün istənilən təması bölgədə ab-havanı daha yüngülləşdirmək, ehtimal formalaşdırmaq baxımından yüksək qiymətləndiririk. Amma eyni zamanda da, bəli, siz dediyiniz kimi, reallıqları da dünya gördü ki, bu bölgənin diktə sahibi kimdir, bu bölgədə söz sahibi kimdir, bu bölgədə özünün sözü olmayan və yaxud görün, həmin videodan sonra Ermənistanda nə qədər Paşinyana münasibətdə təzyiq şərtləri gəldi. Mən dünənki mitinqlərin də bir hissəsini əslində ona bağlaya bilərəm. Çox istər təhqiramiz, istər yəni öz xislətlərini ifadə etdilər. Amma son nəticədə başa düşməlidirlər ki, Paşinyanın o hərəkətindən heç də erməni ordusunun fərariliyi geridə qalacaq bir hal deyil. Yəni mahiyyət olaraq Paşinyanın bugün gəlib bu tip məğlub kimi davranması əslində reallıqların göstəricisidir. Reallığın göstəricisi olmayan şey 30 il ərzində başqasının hesabına işğalı davam etdirmək idi. Reallığın göstəricisi olmayan şey ekosit, urbisit törətmək idi. Müasir bəşəri reallıqlar bunu qəbul etmiş. Məncə buna fokuslansalar daha yaxşı olar. Prezident köməkçisi, Prezident Administrasiyası Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər elədi. Bizim İran prezidenti Pezeşkiyanın Azərbaycana rəsmi səfərindən sonra münasibətlərdə müəyyən isnişmələr müşahidə olunur. Sizcə İran artıq başa düşdünmü? Yəni Azərbaycanla dost olmaqdan başqa yol yoxdur. Əslində İran Azərbaycanın bölgədə önəmini Vətən müharibəsindən sonra daha ciddi şəkildə dərk etməyə başlayıb. Lakin bilirsiniz, proseslərin, daşların oturuşması üçün yəqin ki, müəyyən gərginliklərdən keçməli idi və bilirsiniz ki, daha öncə, bir il öncə biz müəyyən nəticələrə nail olmuşduq danışıqlarda. İranın mərhum prezidentinin qəzada həlak olmasından sonra proseslərdə yenidən İran daxilində ayrı-ayrı qüvvələrin biz aktivləşdiyini şahid olduq. Amma indi hazırda Pezeşkiyan səfərindən sonra yeni bir mərhələ başlayıb, münasibətlər
yeni bir dövrə qədəm qoyub. Mən hesab edirəm ki, İran özünün maraqlarını rəhbər tutaraq bu fürsəti qaçırmamalıdır və görürsünüz ki, Azərbaycan da kifayət qədər aktiv davranışlar nümayiş etdirir, praqmatik bəyanatlar verir ki, cənub qonşumuzla münasibətlərdəki gərginliklər tam mənada arxada qalsın. Bəzən siz verilişin vaxtına az qalıb deyə bu məsələni soruşmaq istəyirəm. Əvvəlindən siz parlamentdə çıxışlarınızı ən çox radikallar tərəfindən tənqid hədəfinə gələn şəxslərdə, deputatlardan birisiniz. Sırf parlamentdəki çıxışlarınıza görə. Tənqidlərlə, daha doğrusu tək tənqid də deyil də, təhqirə də keçirlər, hətta da. Bunlarla necə mübarizə aparırsınız? Ümumiyyətlə, bunun bir mexanizmi varmı? Ümumiyyətlə, bilirsiniz, insanın mövqeyi, yolu kifayət qədər aydın olanda və həmin mövqeyində ədalətli olduğunu biləndə digər hər şey boşdur və bu mənada biz, necə deyirlər, atalar məsələ var, karvan məsələsi. Və bu mənada bizim üçün qiymətli olan, qiymətli hesab etdiyimiz insanların fikirləridir. Və biz öz seçicilərimiz qarşısında məsuliyyət daşıyırıq və seçicilərimizin bizə olan münasibəti, seçicilərlə bizim daimi açıq təmaslarımız bunu deməyə əsas verir ki, kifayət qədər doğru yoldayıq. Və bir daha deyirəm, Azərbaycanın bizim müdafiə etdiyimiz siyasi xətt nədir? Mən bir tərəf, amma müdafiə etdiyimiz siyasi xətt Azərbaycan tarixində ilk dəfə qələbə qazanan, hərbi siyasi qələbə qazanan müasir Azərbaycan tarixində siyasi kursdur. Qarabağı bizə qaytaran siyasi kursdur. Azərbaycan xalqının vahidliyini, konstitusiyasına nail olan hərbi siyasi kursdur. Tam mənada iqtisadi, siyasi suverenliyimizə gətirib çıxaran digər o dediyiniz dırnaqarası radikallar neydi? Şuşanı, Laçını satanlar, Azərbaycan xalqını bölənlər, büdcənin Sovet dövründən qalan o ehtiyatlarını talayanlar, özləri iclas edib deyirdilər. O talançılar. Bugün onlar hansı... Siz gördünüzmü bir dəfə həmin o radikallar Azərbaycan, Avropa, Azərbaycan Qərb demokratlar dövründə, Amerika Birləşmiş Ştatları gərginliklərində açıq şəkildə Azərbaycanın mövqeyi müdafiə etsinlər. Əksinə. Tam mənada. Yəni bunlar biz əslində bizim üçün qarşı tərəfimizdə olanlar sərhədlərimizdən kənarda kimdir bilirik. Bunlar sadəcə Azərbaycanı daxildən hətt etmək üçün həmin o Sorosçuların, imperialist dairələrin nümayəndələri də deməyə, onlara nümayəndə kimi yox, onlara bir dəfəlik istifadə olunan alətlər kimi baxırlar. Və bu mənada əlbəttə ki, problem onda olardı ki, həmin şəxslər bizi müdafiə edərdi. Siz bir tərəfdə dediniz, bu sualı sizdən soruşum. Bugün iqtidar-müxalifət dialoqu və çox maraqlı bir proses gedir. Əslində 2019-cu ildən başlayan belə bir proses gedir. Bir tərəf siyasi mənsubiyyəti olmayan, yəni bir tərəf heç bir parti üzvü olmayan bir millət vəkili kimi. Necə düşünürsünüz? Bu proses necə gedir sizcə? Bunun uğurlu nəticələri ola bilərmi? Əslində, bugün çox tarixdə, həqiqətən tarixdə çox az analoq olur bu kimi şeylərin. Məsələn, Türkiyədə bu şeylər Atatürk dönəmində olub. Ayrı-ayrı vaxtlarda hərbi siyasi qələbələr qazanmış iqtidar müxalifət üçün sözün əsl mənasında çox uğursuz bir period olur. Nə mənada? Kimə müxalifət olur? Əlbəttə ki, nəyə müxalifət olur? Məsələn, Qarabağ, Şərqi Zəngəzur işğal altında olarkən danışmaq daha rahat idi. Sağlam müxalifətdən söhbət gedir. Amma təbii ki, bugün görürsünüz ki, kifayət qədər parlamentdə, iqtidarın fəaliyyətində bu və ya digər formada sosial sahədə və sair sahələrdə nöqsan hesab etdikləri barədə danışan kifayət qədər ciddi siyasətçilər var. İstər parlament tribunalarından olsun, istər mətbuat səhifələrindən olsun. İstənilən halda bizim cəmiyyətdə radikalların belə bir düşüncəsi var. Radikallar və onların dırnaqarası media çirkabının, sosial media çirkabının eyni zamanda belə bir düşüncələr var ki, sanki iqtidar və müxalifət barışmaz antagonist qüvvələr olmalı. Yox, əslində bunların hamısı bir mənalı şəkildə dövlətin rifahına xidmət edən birgə fəaliyyətdir. Dünyanın hər yerində. Və biz bugün Amerikada demokratlar və respublikaçı prezidentləri yan-yana görürük. Və yaxud da ki, senatorları yan-yana görürük. Yəni, bu sadəcə o radikal kəsimin düşüncəsi ondan ibarətdir. Radikal kəsim daxili düşmənçilik havası ilə hansısa formada gündəmdə qalmaq istəyir. Bu mənada hesab edirik ki, istənilən halda dialoq formatı da, qarşılıqlı kommunikasiyalarda kifayət qədər uğurla davam edir. Bəs son olaraq bir sualımı da vermək istəyirəm. Son təxminən 10-15 gündür sosial mediada belə bir tezis, daha doğrusu davamlı olaraq yayılır ki,
Parlamentdə müxalifət yoxdur. Hamısı iqtidarla belə deyim də olan məsləhətdən fəaliyyət göstərirlər. Buna parlament müxalifəti özü əslində sərt reaksiya verdi. Məsələn, Razi Nurlayev həmkarınızın bir açıqlaması oldu. Vətəndaş Həmrəylik Partiyasından bir açıqlama gəldi. Eyni zamanda Qüdrət Həsənquliyevdən bir açıqlama gəldi və digər. Siz necə hesab verirsiniz? Parlamentdə müxalifət varmı? Parlamentdə müxalifət olduğunu göstərmək üçün onlar silahlı mübarizəyə mi qalxmalıdırlar? Fikir ayrılığı var. Kifayət qədər ciddi fikir ayrılıqları biz zaman-zaman müşahidə edirik. İstər Razi Nurlayev, istər Qüdrət Həsənquliyev, hörmətli Qüdrət Həsənquliyev və s. kifayət qədər görürük. Yəni, bilirsiniz necədir? Müxalif baxış düşmən baxış deyil. Müxalif baxış bir də boş tənqidlə zərərli heç nə yoxdur. Tənqid edən şəxsin alternativi əlində olmalıdır ki, siz bunu səhv edirsiniz, bax bunu etsəniz doğru olar. Baxmayaraq ki, onun da təklifi özü tənqid açıq olmalıdır. Bu mənada mən hesab edirəm ki, bugün kifayət qədər uğurlu konfigurasiya var. Zaman keçdikdə, münasibətlər başqa xarakter aldıqca, başqa münasibətlər fövqündə başqa cür qiymətləndirmək olar. Amma indiki halda mən hesab edirəm ki, Azərbaycanın nə müxalifət olmaması, nə parlament müxalifət olmaması və s. kimi problemi yoxdur. Son dedim əslində. Buyurun, məsələdə var, diqqətim, son günlər çox müzakirə olunur. Sizin həmkarınız Sayad Aranın bir müsahibəsində 5000 maşallah maşın ala bilmirəm ifadəsi var idi və çox müzakirə olundu. Mən bu fikirləri... Bu fikirlərin ümumiyyətlə cəmiyyətə çıxması, müsahibələrdə deyilməsi nə qədər doğrudur? Mən bu fikirləri bütövlükdə ciddi hesab etmirəm və hesab edirəm ki, biz daha ciddi məsələlərlə məşğul olsaq, daha başqa istiqamətlərdə sözlərimizi, ifadələrimizi daha ehtiyatla seçib danışsaq daha yaxşı olar. İnsanlarda qıcıq yaratmağa, heç bir formada, haqlı qıcıq yaratmağa heç bir formada ehtiyac yoxdur. Təbii, çünki minimum əmək haqqısı 400 manat olan bir mənalı şəkildə onu demək olmaz.